Hər vaxtınız xeyir olsun əziz izləyicilər. İşıq mikroskopu haqqında məlumat verib hissələrini göstərirəm. 7-ci sinif dərslikdə izah etmişim şəkil üzərində. İndi isə ayağına olan mikroskopun üzərində göstərirəm. Dedik ki, bu hissə okulyardır. Okulus sözünün mənası göz deməkdir. Üzərində yazılmış rəqəmləri yəqin ki görürsünüz. Onyx, bunda da onyx yazılıdır. Tubus bu hissədir. Bu hissə tubusdur. Bunun adı baxış borusu idi. Ştativ bu hissədir. Bura mikroskopun gövdəsi sayılır. Mikroskopun digər hissələrini özündə birləşdirir. Vintlər vasitəsilə baxın. Göründüyü kimi tubusu aşağı yuxarı verirəm. Vintlərdir. Əşya kürsüsü və ya əşya şüşəsi və ya əşya masası hamısı bu hissədə yerləşibdir. Yəni bu hissəyə biz deyəcəyik əşya masası. Bunun özü əşya şüşəsidir, şüşədəndir. Sıxacları var. Sıxaclar vasitəsilə baxdığımız preparatı möhkəm tutmaq üçün, yəni hərəkətsizliyini təmin etmək üçün istifadə olunur. İşıq, adından göründüyü kimi işıq mikroskopu işıqlanmanı təmin edir, preparat yaxşı görünsün. Bu hissədə isə mikroskopun kiçik vinti göstərilibdir. Kiçik vint vasitəsilə mən bu vinti nisbətən açıram və mikroskopun gövdəsini aşağı və ya yuxarı verərək hərəkət etdirirəm. Əgər yuxarı vermək lazımdırsa, yuxarı verib sıxdım, qaldı yerində. Sonra davam edirik. Dedik ki, mikroskopun böyütmə dərəcəsini təmin etmək üçün üzərində yazılmış rəqəmləri, yəni ki, okulyar üzərində yazılmış rəqəmi, obyektivin üzərində yazılmış rəqəmə vururuq. Buradan görürük ki, 4x yazılır. Bu 4x-i keçməmişdən əvvəl bu obyektivdir. Obyektiv bir neçə şüşədən ibarətdir. Baxırıq bura bu hissəyə görürük ki, burada nə yazılıb? 10x. Yəni okulyar 10 dəfə böyüdürəşlənir. Burada isə yazılıb 4x. Yəni burada yazıldığında rəqəm isə, yəni okulyarın 4 dəfəsidir. Yəni 4 dəfə çox böyüdür okulyardan. Yəni bu artıq 40 dəfə böyüdür. Deməli 40, bu da 10. Nə qədərdir? 400. 10, bu da 40, cəmi nədir? 400. Yəni 400 dəfə işıq mikroskopumuz böyüdə bilir. Sağ olun, növbəti videolara görüşənə qədər kanala abunə olmağı unutmayın.